soruşursan ki, evlənəcək gənclərin və yaxud da evlənəcək kəslərin bir-birlərini görməsi necə tənzimlənməlidir? Yəni roya müxtəlif ola bilər. Yəni ola bilsin ki, bir-birlərini hardasa Allahın qədəri ilə görə bilərlər və yaxud da ki, iş qabaqcadan danışılır. Qadın hicabdadır, gedir evlərində atasının, qardaşının qabağında qadın necə geyinirsə də, yəni dizdən aşağı, dirsəkdən aşağı, yəni hicabsız, öz valideynin qarşısında necə geyinirsə də elə geyinə bilər, elə görə bilər. Yəni onu evlilik təqdim edən kəs onun formada görə bilər. Bəzi ölkələrdə müxtəlifdir. Yəni sadəcə saçından qadın hicabını altdan qabağa çıxardır, biraz biləyinlə yuxarı əlini qaldırır. Yəni bu formada özündən nəsə bir hissə atasının qarşısında olan kimi yəni göstərə bilər. Yəni bu da və əgər kişi özü bacararsa da qıraqdan görmək, onu görə bilərsə də görsün. Əgər evlilik niyyəti ilə baxmaq istəyirsə də görə bilər. Amma bütün hallarda görmək lazımdır. Qız oğlanı, oğlan da qızı. Gələcək Allah.